Salam, hər vaxtınız xeyir olsun kanalımızın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Bugün sizlər üçün Artinin təşkil etdiyi ilk dəfə sertifikasiya imtahanına gedəcək müəllimlər üçün olan sınaq imtahanında istifadə olunmuş sualların izahından bəhs edəcəm. Qeyd etdim ki, hələ ki kimya suallarından başlayırıq. Təbii ki, kimyanın kurikulum hissəsindən. Bundan sonraki izahlarımda fizika, biologiya, həmçinin digər müəllimlərdə ilk dəfə imtahan verəcək müəllimlərin hər biri üçün istifadə olunmuş kurikulum suallarının izahını yerləşdirəcəm. Qeyd etdiyim kimi hələ kimya sualları ilə başlayırıq. Nəzərinizə çatdırım ki, kurikulumdur. Kimyası, fizikası, riyaziyyatı sadəcə bir növ belə deyə fənn olaraq ayrılıb. Yəni ona görə mütləq şəkildə bu izaha və bundan sonra yerləşdirəcəyim bütün kurikulum suallarına baxın. İstər-istəməz imtahana sizlər üçün potensial olacaq, stimul olacaq. Yəni bir növ belə deyim ki, imtahana yaxın tip suallardır çünki bunlar. Deməli başladıq. Birinci sualımız cədvəl şəklindədir. Şərtimizə baxaq. Deyir, qrup işi zamanı bir qrupun tapşırıq üzərində işləmədiyini, əvəzində ucadan danışdıqlarını və vaxt itirdiklərini görürsünüz. Bu digər qrupların da diqqətini yayındırır. Bu vəziyyəti effektiv şəkildə idarə etməli və pozitiv sinif münasibətini qoruyub saxlamalısınız. Deyir, bu situasiyada hansı fəaliyyət daha effektiv olacaq? Baxın, burada problemin həlli verilib ki, müəllim nə etməlidir? Və sonda bu problemin həllində müəllim bu nəticəyə yiyələnib, bir də bu verilib. Yəni problemin həlli və nəticəsi. İndi gəlin oxuyaq, görək doğrudanmı? Bizə birinci lazım olan baxın budur, problemin həlli. Əgər həll düzdürsə, deməli nəticə də düzdür. Baxıram, A-da yazıb ki, sinif fəaliyyətini tam dayandırsanız, səs tonunuzu qaldıraraq, baxın artıq burada biz dayandıq. Niyə? Çünki deyir ki, səs tonunuzu qaldıraraq. Bəyəm, etik müəllim. Bizim müəllimin etik davranış qaydaları var. Səs tonunu qaldırarsa, mədəni davranışı pozmazmı? Aha, pozar. Ona görə bu heç uyğun deyil ki, ardını oxumuram, sildim. Keçirik B-yə. Qrupa daha doğrusu ucadan gözlənilən davranışları xatırlatsanız və belə suallar versəniz. Gəlin görək necə suallardır. Qrup olaraq tapşırığın üzərində necə irəliləyirsiniz və ya yenidən tapşırığa fokuslanmağınız üçün kömək lazımdırmı? Baxın, ucadan niyə ki? Niyə bir şey ucadan biz səsləndirək? Bu da mədəni davranışı pozur. Elə ondansa sakitcə yaxınlaşmaq daha məqsəd uyğun deyilmi? Ona görə bunu da sildik. Keçək C-yə. Deyir, qrupa sakitcə yaxınlaşırsınız və bu hərəkətinizlə onlara qeyri-verbal xatırlatmalar edirsiniz və eyni zamanda sinifin digər hissəsi ilə məşğul olmağa davam edirsiniz. Sonra deyir ki, bu şagirdlərə sinif qaydalarını xatırladır və yenidən tapşırığa cəlb olunmasını təmin edir. Həqiqətən, baxın, problemimiz həlli buydu. Nəticədə də bax bu olacaq. Ən doğru versiya budur. Yəni hər şey etik davranış qaydalarına uyğun formada aparılıb. Müəllim sakitcə yavaş uşaqlara yaxınlaşır, qeyri-verbal bir növ belə deyək, qışqırmadan, hər hansı səsini qaldırmadan, yəni mədəni formada fəaliyyət təşkil olunur. Ona görə doğru cavabımız C variantı olacaq. Keçək növbəti sualımıza. Keçdik. Deməli, bu sualda deyir ki, şagirdlər arasında artıq uzun müddətdir ki, konflikt var. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Keçən də belə bir situasiya düşmüşdü, qeyd edim. Hətta bu situasiyalardan mən öz dərslərimdə də müdavimlərimə çatdırmışam ki, yəni konfidensiallığı qorumaq lazımdır və müəllim təsəvvür edin ki, hansısa bir şagirdin çıxarılması və yaxud daha doğrusu valideyn şagirdin çıxarılmasını nə dərəcədə istəyə bilər? Yəni düzgün situasiyadırmı? Təbii ki, xeyr. İndi baxın, burada bizim cavabımız D-dir. Niyə? Deyir, şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə müəllim fərdi şəkildə danışır, onunla empatiya hissi yaratmağa çalışır. Bəli, empatiya hissi yaşayır. Valideyn də görür ki, müəllim onu anlayır. Yəni müəllim onu anlayır, onun fikirlərini, düşüncəsini və beləcə bir qismən sakitləşmiş olur valideyn. Baxın, A-da deyir ki, ümumi valideyn icrası sizcə düzdürmü? Hamının içində hansısa bir məsələni həll etmək. Ona görə bunu sildik, konfidensiallıq pozmuş olarıq. Sonra B-yə baxaq. Özü problem həllinə çalışmadan şagirdlər və onların valideynləri direktor yanına aparır. Baxın, direktor yanı ən son versiyadır. Burada bəyəm nə olub ki, direktor yanına birbaşa özü bir həll eləsin, sonra da, deməli, bu da səhvdir. Sonra D-də də deyir ki, müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya çıxarır, müzakirəsini tələb edir. Hələ bir özü çalışın üstündə, sonra pedaqoji şuraya çıxararıq da. Deməli, bu da olmaz. Düzgün cavab C-dir. Keçdik növbəti suala. Sinifdə plastiklər, gündəlik rahatlıq yoxsa ekoloji təhlükə mövzusunda dərs keçirsiniz. Mövzusunda deməli dərs keçirik. Sonra şagirdlər qruplarla işləyərək təqdimat hazırlayır. Bir qrupa yaxınlaşdıqda görürsünüz ki, bir şagird bütün işləri tək yerinə yetirir. Digərləri isə diqqətsiz və passivdir.
Təbii ki, müəllim bu vəziyyətdə qrup daxili əməkdaşlığı artırmaq və bütün şagirdlərin iştirakını təmin etmək üçün hansı addımı atsa daha effektiv olar? Təbii ki, müəllim həmin o işləməyən uşaqlara da bir növ belə deyim ki, yaxınlaşmalıdır. Onlara dərslə bağlı suallar verməlidir. Onlar da sövq eləməlidir ki, prosesdə iştirak eləsinlər. Ada deyir ki, qrupa xəbərdarlıq edirsiniz. Sonra da deyirsiniz ki, hə, bax qrupa xəbərdarlıq etmək olar. Lap qeyri-verbal da bir növ danışmaq, yəni jest mimika ilə uşağa nəsə çatdırmaq olar. Amma qiymətə təsir edəcək nə deməkdir? Baxı düzgün deyil, ona görə bu olmaz. Sonra B-yə baxaq. Qrupun yanına gedərək vəzifələri özünüz bölüşdürsünüz. Müəllimin ümumiyyətcə buna qarışma ixtiyarı yoxdur. Bu da getdi. C-yə baxırıq. Sakitcə yaxınlaşıb suallarla onları düşünməyə və iştirak etməyə təşviq edirsiniz. Bəli, uşaqları prosesə cəlb edir. Doğru cavabımız C-dir. Keçək digər suala. Müəllim şagirddən soruşur. Layihənin təhvil verilməsinə az qalıb. Müşahidə edirsən ki, qrup üzvlərindən biri öhdəsinə düşən məsələni tamamlamaqda çətinlik çəkir. Lakin kömək də istəmir. Belə olan halda nə edərsiniz? Çox qəşəng, maraqlı bir sualdır. Təbii ki, ona kömək ehtiyacı olduğunu hiss elətdirmədən dəstək olmağa çalışaram. Çünki uşaq istəmir. Biz də ona göstərərəkdən eləsək, onun motivasiyasını salmış olarıq. Ona görə ən uyğun versiya A-dır. B-də deyir ki, gözləyərdim ki, özü kömək istəsin. Axı deyir, istəmir. Yəni, necə istəyəcək? Ona görə bu olmaz. C-də deyir ki, müəllimə xəbər verərdim ki, filan şagird işi çatdıra bilmir. Müəllim özü tədbir görsün. Bu da doğru deyil. Bir növ belə deyək ki, sinifdə hansısa bir belə deyək, uşaqlar arasında münasibətin pozulmasına gətirib çıxardar. Ona görə bunu da silirik. Mən onun yerinə işi tamamlamağa çalışardım. Qrup işi olmasın. Yox, bu da artıq qrup işində birinin fəal, birinin qeyri-fəal işləməsinə gətirib çıxarır. Ona görə bu da olmaz. Öz işimi vaxtında bitirib digərlərlə qarışmazdım. Bu da artıq özünü sevmək kimi çıxır. Bu da olmaz. A variantı ən doğru variantımızdır. Keçək digər suala. Taksonomiya ilə bağlı sualdır. Gəlin baxaq. Deyir, sənin laboratoriya yoldaşın X ilə işarələnmiş naməlum bir metalla təcrübə aparıb. Bu metal daha doğrusu hidroxlor turşusu. İndi burada kimyada bunun yazılış forması da qeyd olunub. Baxın, kimyaçılar daha yaxşı bilər. Sonra deyir, reaksiyaya girmiş və nəticədə hidrogen qazı ayrılmışdır. Standart temperatur və təzyiq şəraitində toplanan hidrogen qazının həcmi 448 milli olmuşdur və bu zaman 0,50 qram X metalı istifadə edilmişdir. Təcrübə zamanı istifadə olmuş metalı müəyyənləşdirir. Baxın, burada artıq uşaq bilir, məlumatlıdır. Yəni, laboratoriya işi nə zaman aparılır? Yəni, mövzunu öyrənmişik, mövzunu bilirik və bu zaman keçirik onun tətbiqinə. Yəni, artıq mövzudan anlayışım var, gedirəm onu praktikaya köçürtməyə. Nəzərini praktikaya köçürürüksə, yadınızda saxlayın, mütləq şəkildə tətbiqdir. Yəni, öyrəndiyimi tətbiq edirəm. Çoxu deyir ki, müəllim, niyə anlamaq olmur? Axı, burada öyrəndiyimi köçürtməsəydi, anlamaq olardı. Axı, öyrəndiyimizi köçürdürük, o məsələ var. Ona görə tətbiqdir. Keçək digər suala. Məktəbimizin kimya laboratoriyasında yerə az miqdarda turşu dağılıb. Tökülən turşunun miqdarı təxminən 100 milli, konsentrasiyası isə 1,1 millidir. Deməli, sən şagird, laborant kimi bu tökülməni təhlükəsiz şəkildə neytrallaşdırmaq və təmizləmək üçün plan hazırla. Yenə də mən öyrənmişəm, bilirəm ki, o planı hazırlayıram da tətbiqdir. Yəni, bilirəm, öyrənmişəm, nəzəriyyədən məlumatlıyam və nəzəriyyəni praktikaya köçürdürəm. Bəli, ona görə olur tətbiq. Doğru cavabımız E variantı. Baxın, budur. Keçək digər suala. Tapşırıq. Təsəvvür edin ki, siz ekoloji problemləri araşdıran qrupun üzvüsünüz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi və tərkibi ilə bağlı şikayət daxil olmuşdur. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunələr götürüb onların tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub olmadığını müəyyənləşdirməkdən ibarətdir. Bizdən inteqrasiya növünü soruşur və deyir ki, datalar toplanmalı, cədvəl şəklində təqdim edilməlidir və problemin həlli üçün müzakirələr təşkil olunmalıdır. Çox elə fikirləşir ki, bu fənüstü inteqrasiyadır. Burada fənüstü inteqrasiya yoxdur. Baxın, bilirsiniz, dərsimiz nədir, hansı dərsdir? Dərs kimyadır. Kimyanı data toplanmalı, cədvəl şəklində qurulmalı, riyaziyyatla əlaqələndirib.
Görürsüz, yəni fənlərarası inteqrasiya var. Kimya riyaziyyat fənni ilə əlaqələndirib. Ona görə olur yalnız C variantı fənlər arası. İndi keçək digər sual. Yəni fən üstü yoxdur burada. Bu sualımızda da deyir ki, şagird hər gün dərsə gecikir, müəllim də hər dəfə onun gecikmə səbəbini soruşur. Nəticədə hər gün tədris prosesi bölünür. Fikir verirsiniz, bu sinifdə qayda, prosedur gözləndi yoxdur. Yəni uşaq bilmir nəyi necə edəcək. Bax, beləcə rahatlıqla gördük ki, burada idarəetmədə qayda və prosedurlardan istifadə olunmayıb. Keçək digər suala. Müəllim şagird dərsdə söhbət etdiyinə görə ona bütün sinifin qarşısında irad bildirir. Avtomatik baxırıq ki, bütün sinifin qarşısında edibsə konfidensiallığı pozub. Ona görə rahatlıqla biz C variantını götürə bilirik. Sinif daxili kommunikasiya və pozitiv intizam qorunma bacarığı müəllimdə yoxdur, zəifdir. Bilavasitə uşaqla danışan zaman hamını qatır işə. Ona görə oldu cavabımız C. Keçdik digər suala. Bu sonuncu sualımızdır. Deyir, summativ qiymətləndirməyə aid olanı müəyyənləşdirin. Təbii ki, şagirdin yarımillik qiymətinə təsir edir. Baxın, B variantı formativə aiddir. C variantı deyir, şagirdin təlim inkişafını izləməyə, bu da formativə aiddir. İllik qiymətləndirməyə təsir etmir, diaqnostik də, formativ də ikisi də eləmir. E-də də deyir ki, qiymətləndirmə meyarları mövzuya və dərs ərzində verilən tapşırıqlara əsasən hazırlanır. Biz summativdə bunu görmürük, formativdə bunu görürük. Ona görə bunu da silirik. Doğru cavabımız oldu A variantı. Belə çalışdım kimyada istifadə olunmuş kurikulum suallarının izahını sizə təqdim edim. İnşallah bundan sonraki izahlarımda fizika, biologiya, həmçinin digər ixtisaslarında suallarını yerləşdirəcəm. Təbii ki, bugün Artinin təşkil elədiyi sınaqda olan imtahan fənlərindən söhbət gedir. Lakin kurikulumdur. Hamımız bu kurikulumdan müəyyən sualları imtahanda yazmalıyıq. Ən azından Nazirliyin bir növ belə müstətiv model testləridir. Ona görə çalışaq ki, işləyək, ən azından məlumatımız olsun və ətrafınızda olan MİQə, sertifikasiya hazırlaşan müəllimlərə mütləq şəkildə bu izahı göndərin ki, hər kəs kanalıma abunə olsun. İlk paylaşılan məlumatlardan, keçirilən imtahanlardan, sınaqlardan xəbərdar ola bilsin. Sağ olun, hələlik.